Bəli, bəli, gəlsin bizə bir əlac eləsin. Bu boyda millət biz batıb gedirik. Biz ölürük, daha yaşamaq deyil. Biz sürünürük. Bak kanalın üstünde bu tikilişler gedib. Bu kanalın altı tutulub, heç bir yere getmir bu. Gözürüm bu zavodun səsinə də. Liş bu kanalı yıxsınlar trubuya. Sumqayıt şəhərinin 76-cı məhəlləsi adlanan ərazidə yaşayan sakinlər uzun illərdir ciddi kanalizasiya və sel problemi ilə üzləşdiklərini bildirirlər. Hələ bir şey tikib kanalın üstündə nəysə tikər. Əvvəl niyə bizi su basmırdı? Bu il bax bu tikilişlərə görə bizi evlərimizi su bastı. Hansı əsrdə biz yaşayırıq? Samanlıq olar, kanal nədir, saman nədir, bu nədir? Nə vəziyyətdəyik biz? Baxımsızlıqdır. Zakirdən biz, icra hakimiyyətindən xahiş edirik. Bəli, bəli, gəlsin bizə bir əlac eləsin. Bu boyda millət biz batıb gedirik. Biz ölürük, daha yaşamaq deyil. Biz sürünürük. Bak kanalın üstünde bu tikilişler gedib. Bu kanalın altı tutulub, heç bir yere getmir bu. Sizdən bir dənə artıq dərəcədə xahişimiz odur. Bizə heç nə yox, bizə bir dənə bu kanalın yığışılmağı lazımdır. Ya kanal o tərəfdən çəkilməlidir, ya da buradan turba çəkilməlidir. Su axar özün yerini tapmalıdır, üstündə örtülməlidir. Bizim bir dənə dərdimiz kanal dərdidir, başqa dərdimiz yoxdur. Şükür Allah. 2 ay oturmuşuq evdə, çörək almağa da gedə bilməmişik. Sapoğu yemişik, getmişik çörək almağa. Bir dənə uşaq bu kanalın içinə düşsə, kanalın içinə o uşağı götürmək olmaz. Uşaq tapmaq olar orada. Sakinlər iddia edirlər ki, kanalın yuxarı hissəsində yerləşən mis zavodu istehsalatdan yaranan çirkab sularını həmin kanala axıdır. Bundan əlavə ərazidə yerləşən gölün sahibi də vaxtaşırı göldə toplanan suyu kanala buraxır. Yağışlı havalarda isə vəziyyət daha kritik hal alır. Kanal daşaraq ətraf əraziləri su altında qoyur. Həyətlərə, zirzəmilərə və yollara dolan sular sakinlərin hərəkətinə mane olur. Hardasa bir 20 ildir bizim məhəllə beləci vəziyyətdədir. Yayda oturmaq olmur, uşaqların oynamaq yeri yoxdur, kanal daşır, hamının evi su içində, kasıbçılıqla hamı evini bir ev tikib bir yaşayır, amma məhəllənin evin içi diri suda qaldı. İndi yaydır, xahiş eləyirəm bu icra hakimiyyətləri, qurumlar gəlsin bizə bir ölçü götürsün ki, bu kanalı nəsə eləsinlər. Bu uşaqlar mığmığanın əlindən bu uşaqlar həyətdə oynaya bilmir. Saat 6 olur, hamı evə girir. Həyət evi olasan, saat 6-da evdə olasan. Hamı elədir. Hamı o vəziyyətdədir. Hamı o vəziyyətdədir. İcraya gedirsən, deyir biz kommunala baxırıq. Bu kanal da kommunaldır. Kanalizasiya yoxdur. Axım yerləri, Qu gölü, Bağça şəhər, nə bilim, mis zavod, hamının axıntısı bura gəlir. İlança var, dolu ilançadır bura. Hamı uşağını bir cür bir kasıbçılıqla böyüdür. Buranın nətər su basmışdısa, səhər saat 5-də çıxıram evdən. Telefonum da düşdü, üzüm gözüm yaralandı, nə günə qaldım. Gəldim, 3 gün mən işə çıxa bilmədim buradan. Telefonla əlaqə saxladım idarədən ki, mən işə gələ bilmirəm. Nəinki mən, bütün məhəllə evdən çıxa bilmirdi. Kanaza, bütün burada başqa müəssisələr işləyir. Onlar hamısı bulantıq sularını buraxırlar kanala, vəziyyət bu yerə qalır. Bütün məhləni basır, heç kəs evdən çıxa bilmir. Mən bura gələnəm, bu kanal azıdır. Vəbşə suyu azıdır. Valla bu cəmaət hər adam çoxaldıqca kanalın üstünü örtdülər. Su başladı gürləşməyə, nə bilim zavodlar tikdilər, hamısının suyu qalxdı. Su getdikcə, qalxdıqca getdilər, ev tikdilər. Beton saldılar üstünə. Heç kim ayağa qalxmadı. Ay bala, mən təkcə dedim, o 2 qonşu da var qabaqda. Onlara da dedim, dedi hara gedirsən getginən, kimə deyirsən de. Bu kanala mənim evimin yanında uşaq düşüb, ana da düşüb kanala, uşaq da düşüb kanala. Yaşlı bir qoca kişi də düşdü bala. Onu bir dəfə çəkiliş gəldi bura. Çəkiliş gələndə mən onu o vaxtı dedim, da bilmədim. Onu cam yaydılar, yayılmadı bilmirəm. Yaşlı bir qoca kişi də düşdü. Vallahi ondan da sonra yazıq rəhmətə getdi. Qorxudanmı, nədənmi bilmirəm. Neçə dəfə demişik ki, bu kanalı yığın, heç nə istəmirəm. Bax bu zavoda səsinə dözürəm. Dözürəm bu zavodun səsinə də. Liş bu kanalı yıxsınlar trubuya. Nə olar biz də yazıq. Kanalizasiyamız yoxdur bala. Kanalizasiya yoxdur bizdə. Kanalizasiya yoxdur, ancaq ki biz kanalizasiya pulu verirəm. Mən hər ayda məndən kanalizasiya pulu tuturlar. Nəyə görə tutmalıdır? Su idarəsi məndən
bu suyu tutmalıdır. Kanalizasiya mənə düz gəlib çəkiblər. Ərazi sakinləri problemin təcili araşdırılmasını, kanalın təmizlənməsini, çirkab suların qanunsuz axıdılması ilə bağlı iddialara aydınlıq gətirilməsini və daşqınların qarşısının alınması üçün aidiyyəti qurumlar tərəfindən təxirə salınmaz tədbirlərin görülməsini tələb edirlər.